Salam, hər vaxtınız xeyir. Bugün mən sizə say mövzusunun izahını verəcəm. Say əsas nitq hissələrindən biridir. Say əşyanın miqdarını bildirir. Burada əşya sözünə diqqət eləmək lazımdır ki, əşya dedikdə, yəni say mütləq əşyanı izah eləməlidir. Bəzən hərəkətində miqdarı olur. Hərəkətin miqdarını bildirən nitq hissəsinə isə biz zərf deyirik. Deməli, say əşyanın miqdarını bildirəcəkdir. Saylar quruluşca 3 cür olur. Sadə saylar, düzəltmə və mürəkkəb saylar. Sadə saylar bir kökdən ibarət olur və yaxud da kök qrammatik şəkilçi. Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olmalıdır. Bunu mütləq yadda saxlamalıyıq və düzəltmə sayları düzəldən bir neçə şəkilçi var ki, bunlar ıncı şəkilçisidir, c üstü 4 şəkilçisi, daha sonra acıq şəkilçisi, l, li, lu, lü şəkilçisi, larla şəkilçiləridir ki, bu say düzəldən şəkilçisidir. Sayı digər nitq hissələrindən fərqləndirən əsas xüsusiyyətlərindən biri də sayın özündən düzəlməsidir. Əsasən özündən düzəlir. Məsələn, 5 saydır, mən 5-ci dedikdə də say yaradıram. 10 saydır, onlarla dedikdə də say yaradıram. Çox saydır, çoxlu dedikdə də say yaradıram. Biz bura baxanda görürük ki, sözlərin kökünün əksəriyyəti saydır. Bəs yaxşı, say hər zaman özündən düzəlir fikri doğrudurmu? Xeyr. Əvvəl zərfi var ki, əvvəl zərfinin üzərinə mən sıra sayının şəkilçisini gəlib əvvəlinci sayı da düzəldə bilərəm. Filan əvəzliyi var, filan əvəzliyindən filanıncı düzəldə bilərəm. Və burada acıq şəkilçisini çox vaxt qarışdırır yoldaşlar. Acıq isə az sözünə azacıq şəkilçisi artırmaqla düzəlir ki, acıq şəkilçisi burada da leksik şəkilçisi olacaq. Və burada l şəkilçisi amonim şəkilçisidir. Həm say düzəldən şəkilçi, həm sifət düzəldən şəkilçi, həm də isim düzəldən şəkilçi kimi biz bununla qarşılaşmışıq. Say düzəldən şəkilçi kimi dediyimiz kimi çoxlu, sifət düzəldən şəkilçi kimi olacaq. Duz sözündən duzlu, isim düzəldən isə əsasən soyad, Həsənli və yaxud da məktəbə gedən adama deyirik məktəbli, şəhərdə olan adama şəhərli. Yəni gördüyümüz kimi şəkilçilərin özləri də amonimlik təşkil edir ki, biz bu amonimliyə isə qrammatik amonimlik anlayışını deməliyik. Və mürəkkəb saylar. Ümumiyyətlə biz indiyə qədər keçdiyimiz nitq hissələrindən isim sifətdir ki, bunlar mürəkkəbliyi ya bitişik ya defislə yazılırdı. Mürəkkəb sayları isə bitişik yazıla bilmirlər. Bunlar ya ayrı yazılacaq ya da defislə. Məsələn, 5-6 sayına baxırıq. Burada defislə yazılan mürəkkəb saydır. 15 sayına baxanda isə bu isə ayrı yazılan mürəkkəb say olacaqdır. Deməli, bir də buradakı sayın deyilişinə diqqət yetirən biz fonetikada keçmişdik. N samitindən sonra bu və yaxud da m samiti gələndə n samiti m kimi tələffüz olunacaqdır. Burada da 15 kimi tələffüzünə yer verilməlidir. Və burada bir şey də diqqətə çatdıraq ki, saylar məna növünə görə miqdar sayları və sıra sayları olmaqla 2 yerə ayrılır. Miqdar saylarının özü də 3 yerə ayrılır. Müəyyən miqdar sayları, ikinci qeyri-müəyyən miqdar sayları və üçüncü isə kəsir saylar olmaqla bunlar ayrılır. İndi gəlin sizlərlə müəyyən miqdar sayı haqqında tanış olaq. Müəyyən miqdar sayları. Müəyyən miqdar sayları ilk olaraq quruluşu ilə tanış olaq ki, quruluşca ya sadə olacaq, ya da mürəkkəb. Bəs müəyyən miqdar sayları düzəltmə ola bilmirmi? Xeyr, bunlar düzəltmə ola bilməz. Sadə saylar onlardır ki, 1, 2, 10, 100. Baxın, bunlar sadədir. Amma mən desəm 11, 12,
15. Baxın, bunların kökü 2 dənə sözdür deyə artıq bunlara mən mürəkkəb müəyyən miqdar sayları deməliyəm. Və bir şeyi də yadda saxlayın ki, dilimizdə 23 dənə sadə müəyyən miqdar sayları vardır. Və sıfırı çox vaxt soruşursunuz, sıfırda say deyəcəksiniz. Bəli, sıfır heç bir miqdar bildirməsə də, amma məzmununda miqdar anlayışı bir növ var, heç deməkdir. Məsələn, mənim 0 manatım var deyəndə, biz burada yəni mənim manatım yoxdur mənasında deyirik. Yəni bir miqdar bildirdiyinə görə siz 0 sözünə də say deyə bilərsiniz. Və müəyyən miqdar sayları numerativ sözlərlə işlənə bilir. Numerativ sözlər hansılardır? Numerativ sözlər sayla, sayın izah etdiyi söz arasında. Burada çox vaxt say ilə isim arasında deyilir, amma sayın izah etdiyi söz bəzən sifət də ola bilər. Onun üçün biz qaydada izah etdiyi söz arasında işlənir desək daha doğru olar. Bunlar olacaqdır baş, ədəd, dəst, cüt, daha sonra nəfər, parça, çiçək, stəkan kimi sözlər deyə bilərik. Bir dənə burada yadda saxlamalısınız ki, nəfər sözü insan anlayışı ilə işlənir, baş sözü heyvanlarla bir yerdə işlənir, ədəd sözü cansızlarla işlənir. Məsələn, deyirəm ki, bir nəfər adam. Burada sayla isim arasında nəfər sözü numerativ söz işləndi. Və yaxud da 3 dəst, nə deyə bilərəm, 3 dəst paltar. Yəni burada dəst sözü də say ilə isim arasında işləndi. 3 nəfər qoca dedikdə isə burada sayla, baxın bu say, qoca isə sifətdir. Say ilə sifət arasında işləndi. Çünki say nəyi təyin edir? Sifəti təyin edir. Yəni bu məqamlarda da diqqətli olmağınız lazımdır. Bəzən numerativ sözlər cəmiyyət fərqi yarada bilər. Məsələn, bir qucaq qələm. Burada bir qucaq qələm dedikdə bir saydır, qələm isə isimdir. Deməli, mənim burada olacaq numerativ sözüm qucaq sözü. Və buradakı qucağı mən cümlədən çıxarsam, bir qələm qalacaq. Və burada cəmiyyət fərqi yaranacaq. Bir qucaq qələm dedikdə onlarla qələm nəzərdə tutulur. Amma burada bir qələm dedikdə isə tək bir dənə qələmdən söhbət gedir. Və yaxud da yazıram 4 dənə kitab. Bir də dənəni indi buradan çıxarıram. Olur 4 kitab. Yəni mən 4 dənə kitab desəm də, 4 kitab desəm də eyni miqdar nəzərdə tutulur hər ikisində. Burada cəmiyyət fərqi yaranmayacaq. Gəlin numerativ sözlərlə burada da tanış olaq. Nəfər dedik ki, insan anlayışı ilə baş, heyvanla işlənir. Ədəd və dənə cansız əşya ilə. Cüt və dəst qoşalıq məzmunu bildirir. Baxın, 2 cüt corab deyirəm, 2 cüt corab. Burada 2 cüt corab deyəndə 4 ədəd corab nəzərdə tutulur. Mən cütü çıxarsam 2 corab qalır və burada cəmiyyət fərqi yaranmış olacaqdır. Deməli, cüt numerativ sözü cəmiyyət fərqi yaradan numerativ sözlərimizdən biridir. Daha sonra bir baş soğan, sarımsaq, bunlar soğan və sarımsaqla bir yerdə işlənir. Daha sonra burada 2 ayaqqabı var, bir də 2 cüt ayaqqabı var. 2 cüt ayaqqabı 4 ayaqqabıdır. 2 ayaqqabısı 2, deməli cüt cəmiyyət fərqi yaratdı. Bir gül bir dənə deyilir. Bir dəstə gül isə çoxlu gül nəzərdə tutulur. Dəstə cəmiyyət fərqi əmələ gətirdi. Bir kitab, bir qucaq kitab cəmiyyət fərqi əmələ gətirdi. 2 nəfər həyətdə səni gözləyir dedikdə, baxın, çox vaxt yoldaşlar elə bilir ki, buradakı nəfər sözü numerativ sözdür. 2 nəfər, burada nəfər numerativ söz deyil. Çünki sayla isim arasında işlənməlidir. 2 nəfər oğlan desəydi, bəli, burada artıq nəfər sözünə numerativ söz deyə bilərdiniz. Deməli, nəfər, dənə, ədəd, cüt, dəstə, metr, litr kimi sözlər numerativlik olan sözlərdir. Parça, tikə, qaşıq, göz, baş, top, vedrə, vaqon, stəkanlar da deməli, numerativ söz kimi yerinə görə işlənə bilər. İndi isə gəlirik qeyri-müəyyən miqdar sayına. Qeyri-müəyyən miqdar sayları əşyanın qeyri-müəyyən miqdarını bildirir.
Qeyri-müəyyən miqdar sayları az, çox, xeyli, bir qədər, bir çox, biraz az, çoxdur. Deməli, nə qədər sualına cavab verir. Qeyri-müəyyən miqdar sayları müəyyən miqdar saylarından fərqli olaraq bunlar düzəltmə ola bilir. Bəs düzəltmə olması üçün hansı şəkilçiləri qəbul edəcəkdir? Larla şəkilçisini, L şəkilçisini qəbul etmiş olacaqdır. Qeyri-müəyyən miqdar sayları içərisində təqriblər də var ki, bunlar ona görə təqribi adlanır ki, bunlar azdan azı, çoxdan çoxu bildirir. Məsələn, 5-6 nəfər deyəndə az 5, çox isə 6. Bir neçə nəfər adam deyəndə artıq təqrib eləyə bilərik ki, biz burada neçə nəfər adamdan söhbət gedir. Bir sırayla bir çox sayına diqqət yetirməliyik. Çünki bunların izah etdiyi sözlər hər zaman cəmdə işlənməlidir. Və bir sıradan sonra məsələni izah edib və məsələ deyə bilmərəm. Mən orada məsələlər deməliyəm. Bir çox əhvalatı izah edib, mən burada ları mütləq verməliyəm. Çox adamlar deyəndə, yüzlərlə fikir deyəndə, yüzlərlə fikirlər. Yəni bunlar çoxdur, çoxludur. Onlarla yüzlərlə sözündə isə həm təkdə, həm cəmdə işlənə bilər. Deməli, hər zaman cəmdə işlənən saylarımız hansı oldu? Özündən sonra gələn ismi izah edərsə, hər zaman həmin isim cəmdə olur. Bir sıra, bir çox. Amma çox, çoxlu, onlarla, yüzlərlə sayından sonra gələn isimlər həm təkdə, həm cəmdə işlənə bilər. Baxın, çox adamlar da desəm düzdür, çox adam desəm də düzdür. Yüzlərlə fikir desəm də düzdür, yüzlərlə fikirlər desəm də düzdür. Amma qalan, yerdə qalan saylar var ki, qeyri-müəyyəndə, onlar hər zaman təkdə olur. 3-5 uşaqlar desəniz yanlış olacaq. Bunları tək verməliyik. Xeyli adam tək olmalıdır. Və həmçinin saylardan əvvəl ədatlar da gələ bilər. Ən az, lap, çox, daha. Məsələn, az, daha da az. Ədatla işlətdim çox, lap çox. Daha ədatla işlətdim az, ən az. Ədatla da işlənə bilərlər. Daha sonra qeyri-müəyyən miqdar sayları da numerativ sözlərlə işlənə bilər. Bunlardan ancaq təqribi miqdar saylarıdır. 5, 6-dır, 7, 8-dir, 10, 12-dir. Bunlar numerativ sözlə işlənə bilər. Məsələn, deyirəm ki, 1-2 baş, 1-2 baş nə? Soğan. Artıq görürsünüz, burada baş sözü numerativ sözdür və say ilə isim arasında işləndi. Təqribi sayların birincisi dedik ən azı, ikincisi isə ən çoxu bildirəcəkdir. Kəsr sayları isə quruluşca yalnız mürəkkəb olur və burada yerli yan şəkilçisindən də istifadə olunur. Da şəkilçisi 5-də 5-də 3 deməkdir. Kəsr sayları numerativ sözlərlə işlənə bilmir. Kəsr sayları nə qədər, neçə hissə suallarından birinə cavab vermiş olacaqdır. Daha sonra biz dedik ki, müəyyən miqdar sayları quruluşca neçə cür olacaqdır? Müəyyən miqdar sayları quruluşca 2 cür oldu. Bunlar düzəltmə ola bilmədi, sadə mürəkkəb. Amma qeyri-müəyyən miqdar sayları quruluşca 3 cür oldu.